Azərbaycan polisi 2002-ci il təvəllüdlü Almaniya vətəndaşı VB-ni saxlayıbdır. Onun üzərinə və yaşadığı ünvana baxış zamanı satış üçün hazırlanmış böyük miqdarda metadon narkotik vasitəsi aşkarlanıbdır. Bundan əlavə, narkotik vasitənin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da polis tərəfindən müsadirə edilibdir. İstintaq davam edir. Saxlanılan şəxsi ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Samçıxı Cavaxet Meşə Xidməti Bakuryani qəsəbəsində 10 kub metrə yaxın qanunsuz ağac materialları aşkarlayıbdır. Qanun pozan şəxslər barəsində inzibati protokol tərtib olunubdur. Ağaclar isə Çağveridə müvafiq məntəqəyə daşınıb. KXT polisi 1996-cı il təvəllüdlü Qışını qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıbdır. Şübhəli soyuq silahla 1966-cı il təvəllüdlü MK-yə xəsarət yetiribdir. Yaralı xəstəxanaya yerləşdirilibdir. Cinayətdə istifadə olunan bıçaq isə maddi sübut kimi götürülübdür. Saxlanılan şəxsi 15 ilədək həbs cəzası gözləyir. Quriya polisinin əməliyyatı nəticəsində 3 Türkiyə vətəndaşı sərhədi qanunsuz keçməyə cəhd edərkən saxlanılıbdır. Saxlanılanlar 1983, 1986-cı və 2006-cı il təvəllüdlü şəxslərdir. İstintaq müəyyən edib ki, Türkiyə vətəndaşları sərhəd buraxılış məntəqəsini yan keçərək Türkiyədən Gürcistan istiqamətində dövlət sərhədini qrup halında qanunsuz keçiblər. İstintaq davam edir. Qanun pozuntusu 5 ilədək həbs cəzasını nəzərdə tutur. Batumidə polis Interpol tərəfindən axtarışda olan Türkiyə vətəndaşı Siyini saxlayıbdır. O, narkotik və silahın qanunsuz dövriyyəsi, eləcə də əmlaka zərər vermək ittihamı ilə axtarışda olubdur. Hüquq mühafizə orqanları onu keçirilən istintaq tədbirləri nəticəsində Batumidə saxlayıblar. Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir. Sarpi sərhəd buraxılış məntəqəsində Gürcistan sərhəd polisi 2 xarici vətəndaşı saxlayıb. Onlardan biri yük avtomobilinin qoşqusunda pasport nəzarətini yan keçərək pul müqabilində digər şəxsi Türkiyəyə qanunsuz keçirməyə çalışıb. Polis böyük məbləğdə pulu maddi sübut kimi götürübdür. İstintaq davam edir. Saxlanılan şəxsləri 5 ilədək həbs cəzası gözləyir.